Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz deməli həyat bilgisi 2-ci sinif dərs 6 olacaq uşaqlar. Bu dərsimiz müxtəlifliklə bağlıdır uşaqlar. Gəlin dərsimizə keçməmişdən qabaq açar sözlərə nəzər salaq. Açar sözlərimiz müxtəliflik, dillər və dinlərdir. Aha, şəkil görürük və bizdən soruşur. Şəkildəki uşaqları fərqləndirən əlamətləri seçin. Yəni hansılardır? Uşaqlar, fərqləndirən əlamətlər onların dəri rəngi, eyni zamanda fərqli ölkələrdə, fərqli qitələrdə və materiklərdə yaşamasından bağlıdır. Məsələn, gəlin belə bir şey eləyim. Deməli, bu rəngi seçməyək, yaşılı seçək ki, daha aydın olsun. Məsələn, yaşılı üstündən xətt çəkdiyim Cənubi Amerika materikində yaşayan uşaqlardır. Digər yaşılı çəkdiyim Şimali Amerika tərəfdə yaşayanlardır. Aha, indi gəlin dəyişik sarı ilə. Sarı çəkdiyim Avstraliya və Okeaniya ərazisində yaşayanlardır. Sonra qırmızı ilə eləyək. Məsələn, bu qırmızı olanlar Afrikada yaşayanlardır. Sonra gəlin belə çəhrayı rənglə eləyək. Çəhrayı rəngdə olanlar Asiyada və ən sonda ağ rəngli olanlar da məhz Afrikada, yəni biraz belə olsun, Afrikada yaşayanlardır. Bağışlayın uşaqlar, Avropada yaşayanlardır. Aha. Belə. Onları birləşdirən nədir? Onları birləşdirən odur ki, birincisi dünya, yəni belə deyim də, planetin canlıları olması. Eyni zamanda onları birləşdirən bir çox xüsusiyyət var. Məqsədyönlü və şuurlu olması. Eyni zamanda müəyyən bir qrupa aid bir sinif olması. Məsələn, indi burada uşaqları görürük də, uşaqlar. Yəni burada ancaq uşaqlar qeyd edilib. Deməli, uşaqlar, yeniyetmələr, gənclər və orta yaşlı təbəqə deyirik də biz ona və nisbətən qocalar gedir belə. İndi bunlarda da uşaqlar olmasından, yəni uşaqlar var burada. Onları birləşdirən cəhət onların uşaq olması, eyni zamanda kürənin, yer kürəsinin canlı insanı olması, məqsədyönlü olması, şuurlu olması və s. və s. Bu foto şəkli necə adlandırardınız? Fikrini izah edin. Mən bunu adlandırardım yer kürəsinin müxtəlifliliyi. Yəni belə deyim də uşaqlar, burada 6 qitə mövcuddur. Amerika, burada bu arada Antarktida qeyd olunmayıb, nəysə, onu çıxardaq. Bizdə Antarktida qitəsi də var bildiyimiz kimi, materik kimi. Orada ancaq buzluq mövcud olduğu üçün sahə yoxdur, yəni yaşam yeri yoxdur. Nəysə uşaqlar, belə. Sonra gəlin belə bir şey, burada məktub var, bunu məncə özünüz oxumalısınız. Müzakirəyə keçdələk. Başqa ölkələrə aid məlumatları bilmək nə üçün vacibdir? Başqa ölkələrə aid məlumatı bilmək onun üçün vacibdir ki, hər hansısa bir səyahətimiz, turistik bir gəzintimiz və yaxud dünya görüşümüzün artması ilə əlaqədar biz o məlumatları bilməliyik. Çünki məsələn biz gedirik Gürcüstana. Gürcüstan haqqında heç bir məlumatımız olmadığı halda biz necə orada sərbəst ola bilərik? Sərbəst ola bilmərik, bəli. Onların mədəniyyəti, onların danışdığı dil, nələri sevdikləri, nələri bəyənmədiklərini və s. bilmək vacibdir. Yəni biz bir xarici ölkəyə gedirik və həmin xarici ölkənin vətəndaşlarının xoşlamadığı bir şey eləsək, bu təbii ki, heç də xoş qarşılanmaz və bizdə mənfi bir hərəkət olar, yəni yanlış bir hərəkət olar. Ona görə də biz bacardıqca informasiya bolluğuna sahib olmalıyıq. Belə, əgər məktəbinizdə başqa ölkədən şagird gəlsə, ona necə kömək edərsiniz? Başqa ölkədən şagird gəlirsə, deməli, ən azından Azərbaycan dilini müəyyən səviyyədə bilməlidir. Çünki orta təhsil müəssisələrində rəsmi dövlət dili Azərbaycan dilidir. Bir də rus sektoru var bildiyimiz kimi. Yəni iki dildə tədris olunur. Orta tədris, belə deyim. Sonra ona görə Azərbaycan dilini daha da yaxşılaşdırardım, kömək eləyərdim, dərslərində kömək eləyərdim. Ölkəmiz haqqında ona daha yaxşı informasiya, məlumat verərdim.
adət-ənənələrimiz, bayramlarımız, ölkənin rəsmi olaraq inandığı din, yəni insanların inandığı din, məsələn İslam dininə inanır. Novruz, Ramazan, Qurban Bayramı və s. var. Məsələn, bunlarla bağlı ona məlumat verərdim. Bakı şəhəri haqqında, Gəncə şəhəri haqqında, rayonlarımız haqqında, gəzməli yerlər haqqında və s. Sizcə Sənan Azərbaycan Respublikası haqqında təqdimatda nədən danışmalıdır? Birincisi, bunu oxumaq lazımdır uşaqlar, amma mən bunu oxumadan da sizə cavab verə bilərəm. Birincisi, Sənan Azərbaycan Respublikası haqqında birincisi dinlərdən, dillərdən və eyni zamanda adət-ənənələrdən danışmalıdır. Yəni Azərbaycan Respublikasının rəsmi dili Azərbaycan dilidir. Ölkəmizdə əhalinin böyük bir əksəriyyəti İslam dininə inanır və eyni zamanda Qurban, Novruz, Ramazan kimi bayramlarımız keçirilir və s. və s. Bunlar haqqında məlumat verməmiz kifayət eləyər və Azərbaycan haqqında Azərbaycan harada yerləşir, coğrafi mövqeyi və qısa tarixindən də biraz məlumat versə kifayət eləyər. Uşaqlar, tapşırıqları müxtəliflik və dostluğu əks etdirən şəkli tapın. Dostluq, uşaqlar, eyniliyi təmsil eləyir. Yaxşı, uşaqlar. Eyni olan hər bir şey dostluqdur. Məsələn, gəlin seçək. Yaşıl seçirəm. Məsələn, bu ayı. Ayıdır, dovşandır, nədir bu? Bax, bu, dovşan. Bu dostluğu təmsil eləyir. Bu da dostluğu təmsil eləyir. Aha, bunu gördünüz də uşaqlar. İndi müxtəliflik. Müxtəliflik bir-birinə anlaşılmamazlıqdan qaynaqlana bilir. Bir də budur. Belə. Sual 2. Sənanın yeni məktəbi haqqında verilmiş hansı fikirlər yanlışdır? Məktəbdəki uşaqların hamısı eyni ölkədəndir. Müəllim müxtəlif dinlərin dəyərlərindən danışdı. Məktəbdə hər kəsə hörmətlə yanaşırlar. Uşaqların hər biri öz dilində danışır və heç kim bir-biri ilə maraqlanmır. Yanlış olan D variantıdır uşaqlar. Çünki hər kəs öz dilində danışıb, heç kim bir-biri ilə maraqlanmır cümləsi yanlışdır. Yəni uşaqlar bir-biri ilə maraqlanırdılar axı. Yəni bu yanlış fikirdir. Özünüzü yoxlayın. Mədəni müxtəliflik nə deməkdir? Mədəni müxtəliflik o deməkdir ki, iki insan müqayisə edir. İndi mən onu sizin üzərinizdən izah edəcəm. Məsələn, Aynur və Fatıma məsələn. Nigeriyalı Fatıma və bizdən Ayşən. Belə götürürəm. Mədəni müxtəliflik. Mədəni müxtəliflik ondan ibarətdir ki, biri Avro-Asiya mədəniyyətinə sahibdir, Avropa-Asiya mədəniyyətinə sahibdir. Nigeriyalı daha çox Afrika mədəniyyətinə sahibdir. Hər ikisi İslam dininə inana bilər, amma belə deyim, məsələn, Novruz bayramı Azərbaycan Respublikasının milli bayramıdır. Amma Nigeriyada Novruz bayramı keçirilmir. Məsələn bu. Nigeriyada yerli Afrika bayramları keçirilə bilər, o da Azərbaycanda keçirilmir. Bundan başqa, məsələn, irq söhbəti var. Məsələn, Afrikaoid və yaxud Negroid cinsi deyirlər burada. Yəni, irqi deyirlər Afrikadakılara. Amma Azərbaycanda, məsələn, o daha çox Avropoid səviyyəsindədir. Belə. Bunu deməməliydim, amma dedim. Dinləri birləşdirən əsas dəyərlər nələrdir? Mədəni olmaq, saflıq, insan ruhunun saf qalması, təmiz qalması, günah işləməməsi və daim bir-birinə yardım etməsi. Bu dəyərlər məhz dinləri birləşdirən əsas xüsusiyyətlərdir. Belə uşaqlar, ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik uşaqlar. Hələlik.